Bu dəfəki bazlığım anası, arvadı, qızları, gəlinləri qəhbə olan üçbazı prokurornadır. Bəli, üçbazı prokurorları kimdir? Zakir Qaralov Dusyaoğlu, qəhbənin balası, anası erməni, alkoqolik. Onun mavini olmuş 3 dənə qəhbə qızı olan Rüstəm Yusubov, hansı ki pul yığanı idi. Və təbii ki, keçmiş korrupsiya generalı, indiki baş prokuror Kamran Əliyev. Sizin üçünüzün də analarınızın, arvadlarınızın, qızlarınızın, gəlinlərinizin, baldızlarınızın, qaynanalarınızın dilinin üstünə töküm, qəhbənin balaları. Siz nə işlə məşğulsunuz? Zakir Qaralov, İlqar Hacıyevin əlindən akkordunu almısan, olmusan güya şirkət sahibi. Rüstəm Yusubov qəhbənin balası. 3 dənə cırıq qızım var, qızlarımın hərəsinin şirkəti. Biri göz həkimidir, göz klinikası. Biri şey həkimidir, şey klinikası. Biri göt həkimidir, göt klinikası. Qəhbənin balası. Hamısının da bahalı maşınları, restoranları, şirkətləri, mülkləri, milyonluq. Və indiki prokuror keçmiş korrupsiya generalı. 2 dənə qəhbə qızı olan Kamran Əliyev. 2 dənə qəhbə qızım var, hər ikisinin əri də, biri gömrükdə yüksək vəzifədədir, biri polisdə. Xeyr ola, qəhbənin balaları. Siz prokurorsuz, yoxsa biznesmensiz, oliqarxsız, nəsiz? Günah sizdə də öyle, günah Azərbaycan xalqındadır. Günah nə İlhamdadır, nə də Mehriban'da. Çünki sizi kimi qəhbənin balaları, hırnanzırı qanmayanlar, Allahsızlar, imansızlar, qəhbə saxlayanlar bu günləri general rütbələrində prokurorlarsınız. Hara getdi Rüstəm Yusubov? Hara getdi Zakir Qaralov? Gediblər belə qoz qırırlar şeyləri ilə. Niyə? Çünki milyardları var. Milyardları var, şirkətləri var, villaları, restoranları var, qəhbənin balaları. Niyə bunları söydüm? Maraqlısı budur, düzdür? Deyəcəksiniz ki, Elşad bunları niyə söyür? And ola Allaha, Zakir Qaralov məni 2 dəfə qəbul edib, haqlı sayıb. And olsun Allaha, Rüstəm Yusubov məni qəbul edib və mənim üzümə baxıb deyib ki, adam da gedib maşennik Dələduz İbrahim Nehrəmlidən ev alar. Bilmirdin o Dələduzdur. Və bilir ki, o Dələduzdur, onu müdafiə elədi. Aydındır. Və o indiki baş prokuror keçmiş korrupsiya generalı, qəhbənin balası. Korrupsiya generalı olanda Kamran Əliyev mənə gözümün içinə baxıb dedi ki, vətəndaş haqlıdır, yanımda 3 prokuroru ilə. Gedin məsələni həll edin. Hələ də məsələm həll olunmuyor. Ona görə də üçünüzün də arvadlarınızın, qızlarınızın, gəlinlərinizin, baldızlarınızın, qaynanalarınızın dilinin üstünə töküm.